vəfası ilə sevilib seçilir. Bu günləri gözəl xarakteri, ifaları ilə sevilən, seçilən Vəfa Şərifovanın evində evdəkilərə salam. Yenidən qonaqdır, əziz tamaşaçılarımız. Deyir, evə əli boş getməzlər də. Adam qonaq gedirsə, xüsusilə də biz evdəkilərə salam verilişi mütləq əlimizdə bir hədiyyə ilə getməliyik. Bekir Streetə təşəkkür edirəm bu gözəl hədiyyəyə görə. Hoş geldin. Əli dolu qonağım mənim. Necəsən Vəfa? Yaxşıyam, sən necəsən? Deyirəm ki, Vəfa deyir ki, gözdə Aytekin o bir evimə səni dəvət edərəm. Burada deyir, olmuşsan deyirəm, burada bir biz gələndə bir hüzur var idi, bir gözəllik var idi. Hələ də var o hüzur, amma uşaqlar yoxdur. Uşaqlar oldu, doğrudan. Bu Məryəm üçündür, mənim gözəl Məryəmim üçündür. Deyir Aytekin gələcək, deyirəm, deyir tortla gələcək. Aha, Məryəm xasiyyətimi bilir də mən necə gələcək. Məhəmməd də yatıb, elə zalda yatıb. Ay Allah, gedək bir Məhəmməd görək neyinir, ne gözəldir güllərin, konsertdən gələn güllərdir. Maşallah, güllü, çiçəkli. Məryəm dərsdədir, hə? Məryəm dərsdədir. Oğlum da zalda yatır. Harada yatır, gəl yox. İntiqam müəllim, necəsin? Ay Allah, adamın belə müəllim olar. Görürsünüz də, İlyas kim qarşılayır. Xoş gördük. İntiqam müəllim doğrudan çox dəyərli, doğma bir insandır. Vəfanı o qədər çox istəyir. Vəfalısınız ha. Vəfalı bu. Bütün tələbələrinə qarşı elədi. Bax, sabahlarında bir tələbəsi var, İntiqam müəllim, Nazə xanım, onun toyudur. Deyirəm, İntiqam müəllim, gedəsiz buradan ora, Lənkəranda olur. Deyir, əlbəttə gedəcəm. Doğrudur deyirsən. Elə insandır. Yəni, bu bir mənə xüsusi bir diqqət Bütün tələbələrim mənim balalarımdır. Allah sizi var eləsin. Kim nə deyirsin, mən yanlarındayım. Bizdən də öncə gəlib, belə müəllimlərin qədirini, dəyərini bilmək lazımdır. Sağ olun. Nə gözəldir ay Vəfa. Bu konsertdə desən hədiyyə bunlar hamısı eləmişdilər. konsert hədiyyələri mənim, öz şəklim. Kim hazırlatmışdı? İlk şəklim də evə vurulub, nəfəs hazırladıb. Aha, buradan salamlayırıq nəfəsi də, Vəfanın doğması əzizi. Ha, niyə bizim o balaca, hə? Buradaca yatıb. Necə sakin. İstədim oyadım, düz 2 saat yatıb, istədim oyadım otağına aparım, dedi, yox, mən burada yatacağım. Getmədi. Maşallah, maşallah. Geldi, burada yoxdur. Allah saxlasın, mənim balam. Çox sağ ol. O qədər belə sakit təbiətlidir, o qədər belə təmkinli, maşallah, Allah saxlasın. Bəlkə əyləşək, biraz söhbətləşək. Konsertdən sonra hər zaman evdə bir abu-hava olur. Çünki doğmaların, əzizlərin bir hədiyyəsi olur ki, onları da elə əziz olaraq evdə mütləq... Gülləri bir-bir özüm, konsertdən gələndə bir-bir açıram, bir-bir yığıram. Ən sevdiyim proses odur. Məryəmi görmürəm son vaxtlar. Sosial şəbəkədə də paylaşmırsan Instagram səhifəsində. Məryəmi mən öncədən də demişdim, 7 yaşına qədər paylaşacağam. 7 yaşından sonra artıq istəmirəm. Çünki 7 yaşdan sonra üst çizgilər də dəyişəcək. İstəyirəm ki, yetkinlik yaşına çatanda, artıq öz ixtiyarı özündə olanda. İstəsə paylaşar. İstəyər paylaşar, istəməz gizlənər. Sonra deməsin də, mama, mən niyə tanınıram, mən niyə tanıyırlar, rahat yaşamıram, odur, budur. Bunları yaşamasın deyə. Neçə yaş var Məryəmin? Artıq 8 yaşındadır. Maşallah. Bir ildir sosial şəbəkədə paylaşmışsın. Birinci sinifə getdiyi gündən paylaşılmış. Amma Məhəmməd hər zaman bizim diqqətimizi çəkən bir məqam oldu. Elə istəyirdim o barədə də danışım. Nitqlə bağlı gördüm, müəllimini paylaşırsan. Nitq problemi vardı, amma artıq danışır. Artıq danışır. Neçə yaşı var Məhəmmədin? 4 yaşı olacaq. 4 yaşı olacaq. Tam hələ olmayıb, amma olacaq. Çünki 5 yaşında mən onu hazırlıqlara qoymalıyam. Artıq çünki İngilis dili filialına qoyacağam. Ona görə o 7 yaşına qədər, 6 yaşına qədər artıq o 2 il ərzində dili mənimsəməlidir. Ona görə məcbur idik ki, 4-ə qədər dilini açaq. Amma mən konsertdə sual verdim ki, adın nədir? Elə rahatlıqla, birazdan dursun özü deyir. Məhəmməd, neçə yaşım var, 4 yaşım var. Amma o dərsləri mütəmadi olaraq sənin səhifəndə izləyirəm. Müəllimlə bərabər diqqət ayırırsan, bərabər yəni vaxt keçirirsən, sırası məqamı gəldikcə. Lap balaca vaxtda düzdür, yeməklərini özüm verməsəm də, amma artıq bir vaxta gəlirlər, ondan sonra hər şeylərlə özüm mütləq şəkildə məşğul oluram. Çünki o dönəmlər çox vacibdir də. Məryəm daha çox bağlıdır sənə. Məryəm çox bağlıdır, çox.
qısqanır. Dünə konsertimiz vaxtında o qədər ağladı, o qədər uşaqlar artıq mənə yaxınlaşanda o başlayır qısqanmağa, ağlamağa. Ona görə artıq bundan sonra yəqin konsertlərə falan da aparmaram. Amma qardaşın qısqanmır mı? Çox maraqlıdır. Qardaşın da qısqanır, hə, qardaşın. Yəni ona çox diqqət edərsənsə, onu eləmirik. Onu eləməyimiz mümkün deyil. amma yəqin kömək eləyən var Vəfa. Çünki Əlbəttə. sən çox vaxtı başqa ölkələrdə olursan, işlə bağlı, Rusiyada daha tez-tez Öz görürük. qohumlarımdır, düzdür, qıraq adam biraz əmanət eləyə bilmirəm. Yəni dayə yoxdur. Sadəcə kömək edir, kömək yaxınlar. edirlər, bəli, bəli. Onlara daha çox etibar edirsən. Hə, əlbəttə ki. Biri mən uşaq idim, dayımın yoldaşı olub. Mən evdə uşaq idim, o bizə gəlin gəlmişdi. Mənə necə davranıb, mən artıq ondan bilirəm ki, mənim evladlarıma da necə davranacaq. Hansı ki, o zaman mən o evin uşağı idim, ata-anasız, nənə idi. Amma o mənə necə gözəl davranmışdısa, ona rahatlıqla əmanət edə bilirəm uşaqlarımı. Bilirəm ki, ata-anasız bir uşağa elə davranıbsa, deməli, atalı-analı uşağa daha yaxşı. Daha yaxşı davranır. Allah nənəyə rəhmət eləsin. Heç unutmuram. İlk dəfə sizin evdə qonaq olmuşduq. Doğrudan bir böyük kimi o sözlərini, sənə olan tövsiyələrini də biz hər zaman onu vurğuluyuruq Vəfa qonaqcanlıya qonaq gələndə də. Nənəm çox müdrik qadın idi. Və Vəfa deyir hər zaman ki, nənəm bizə elə başa salırdı deyir, müəyyən məqamları elə tərbiyə edirdi ki, yəni biz onu utanaraqdan Deməli, nəsə bir şey eləyirdik. Dəcəl olmusan, hə? Çox xəbərçi idim. Çox pis xəbərçi idim. Bir dəfə qonşuları, aləmi belə vurmuşdum bir-birinə. Gəldilər hamısına ki, o dedi, bunu deyimsən, bu kim deyib, Vəfa deyib, gəldilər. Uşaq idi, neçə yaşı var idi? Nə bilim, 7-8, 9-da yadımda qalır da. Uşaq dəcəlliyi. Hə, nənəm deyir ki, Vəfa həyatı boyu mənim qızım o qədər ağıllı qızdır, heç vaxt deməz. Demişdim hansı ki, özüm bilirəm axı demişəm. Dedi, heç vaxt deməz. Ondan sonra nənəm məni elə bir şəkildə utandırdı ki, ondan sonra mən bir də söz xəbər etmədim. Diqqət elədim. Ağıllıdır deyə mənə hər şey yükləyirdi. Məsələn, çox nadic idim. Oynamaq, əylənmək, dalaşmaq istəyirdim. Nənəm bir ağlıma gələndə dayanırdım. Bir yerdə stop edirdim ki, nənəmin birdən də etimadını doğrultmuram artıq. Ona görə yəni kaş deyirəm onun mənə verdiyi tərbiyənin bir 50%-ni mən evladlarıma ötürə bilsəm. İnşallah. Yəni əslində sənət insanları üçün biraz çətin olur. Evdə biraz vaxt az keçirirsən, sən də daha doğrusu daha çox başqa ölkədə tədbirlərdə olursan. Ona görə amma nə yaxşı ki, doğmalarına etibar etmirsən evladlar. Bacılarınla görüşürsən, yəni qardaşınla münasibətlərin. Biz demək olar ki, onlar bütün gün burdadılar. Mən düzdür çox gedə bilmirəm, amma gəlirəm ki, hər gün neçə bacı var? Biz çox mehribanıq. Bir bacım, bir qardaşım var. Yadımdadır, səhv etmirəmsə yayda bir avtomobil də hədiyyə etmişdim bacına doğum günündə. Bacımın qızı hal-hazırda Koreyada təhsil alır. Azərbaycan-Koreya Ortaq Universitetdə öz biliyi ilə çox böyük, gözəl elə böyük qızı var bacının. Böyüdü, bəli. Bacım böyüdü məndən biraz. Orada təhsil alır. Oğlu 11-ci sinifdə oxuyur. Qardaşımın da 2 uşağı var. Bizdə hərdə 2-2 maşallah olsun, Allah pay verir. Allah saxlasın. Qardaşınla da gözəl ünsiyyəti. Qardaşımın yoldaşı bütün gün bizdədir. Elə uşaqlarıma əmanət elədiyim insanlardan biri də odur. Dəstək olursunuz bir-birinizə. Sən də onlara dəstək olursanmı? Əlbəttə, əlbəttə. Hər zaman deyir, əlim üzərində. Hər zaman. O hərdən deyirlər, olur ki, ailədə Allah ruzunu, payını bir nəfərə daha çox verir. O da bölüşməyi bacarmalıdır. Yəni, bölüşməyən insana Allah, düz deyil, hamıya, elə insanlar var ki, o demək deyil ki, hamı bölüşür, deyil. Amma bir yerdə Allah kəsir. Bölüşmürsənsə əgər, Allahın sənə o rahatlıqla, belə deyək də, o geniş verdiyini sən də ətrafından paylaşmırsansa, Allah elə bir yerdə kəsir ki, onu sonra arzulaya qalırsan. Amma mən ondan zövq alıram. Mən onu bir yaxşı bir iş gördüm də bunu elədim, yox. Özüm zövq alıram, özüm üçün eləyirəm o elədiyimi. Amma çox duyğulanmışdım, yadımdadır o bacının qeyd eləmişdin ki, neçə illik arzusunu gerçəkləşdirdim avtomobili hədiyyə edəndə. Bacım ağladı, deyirəm, maşını otur adam ağlayar. Amma sən özün aldın, hədiyyə verdin bacına. Maşallah. Mən ona evdə hədiyyə eləmişəm, maşında hədiyyə eləmişəm. Bacına. Hə, bacıma da, qardaşıma da, hər ikisinə eləyirəm. Allah var eləsin. Hər zaman ruzumuz bol olsun inşallah ki, biz də doğmalarımıza deyir, əl tutmağı bacaraq. Onun üçün də ürək lazımdır. O ürək də səndə varsa, nə gözəl. Evdə kimsə var deyəsən, hə? Doğmalardan. Gedək görək, Vəfa, Məryəm, bax, sənə icazə vermir, bilirəm.
Amma görüm sənin anan sənə nə hazırlayır istəyəndə. Bilirəm ki, sən də ana kimi dəcəlsən. Çox, çox, çox. Hə? Gedək mətbəxə. Gedək görək mətbəxdə bu xanımın məharəti nədir? Burada Məryəmin şəkillərini görürəm, balaca şəkillərini. Şəhər şəkillər, məktəbə gedəndə. Sənin də orada şəkillərin var ha? Yəni hə, çoxdan. Onlar fanatlar hədiyyə eləyirlər, onlar da. Mən özüm şəkil çəkdirib, böyüdüb gətirmirəm heç vaxt. Şəkillər saxlamısan? Yəni o xatirə şəkillər var. Hamısı qalır, hə, evdə qalır. Qalır, Tam çıxara bilərik əslində. Hə, baxma. Hə, var. Deyərəm çıxararlar. Və doğrudan nə dəyərli hədiyyədir. Bunu kimə hədiyyə edib? Elvin bəy konsert təşkilatçımız idi. Onlar hədiyyə Məni var etdilər edib, bunu. özü var olmayan anam nur içində yat. Və burada nənə ilə verxəm. Sizin verilişdən olan şəkildə. Bunların hamısını verilişdən götürüblər. Mən nənə nədir bilmədim ki. Mənə nənədən çox ana oldu. Varlığımla nəfəs aldı. İndi mən ruhunla yaşayıram. Ruhun şad olsun, ikinci anam. Elə birinci anam. Mənim üçün hər şey idi nənəm. Buradan da öz şəkillərim də artıq. Yaxşı ki, evdəkilərə salam verişində nənəni çəkmişdi və nənənin də bir burada xatirəsi var. Bizdə evdə nə vaxt nənəmin il dönümü olur, doğum tarixi falan bu vaxtlarda həmişə sizdən olan kadrları paylaşırlar bizim qohumlar statuslarda. Nənədən. Bu mənim Və bu farmazonka şəkillərimdir. Vəfanın albumudur və evlatlarının orada şəkilləri var. Diqqət edirəm. Bu bacısıyla Məhəmmədin bərabər gözəl bir uşaqlıq şəklidir. Maşallah, saçları uzundur. Saçları çox uzundur, hə. Artıq buradan da uzundur. Sevir qoyun, bir balaca belə kəsə bilmirik onun saçlarını artıq illərdə. Bəlkə o hərdən olur ki, qızlar analarına bir pərəstiş edirlər, analarına oxşamaq istəyirlər. Bəlkə sən hər zaman uzun saçlısan. Məktəbdə demişlər ki, sən sarışınlar daha gözəl olur. Gəl ki, mama sarışınlar gözəl. Dedim ki, sən maman qaraşındır, sən cans gözəl. Yox, qaraşın gözəldir. Qaraşın gözəldir. Sevir o, mamanın hər şeyini sevir. Mamanın görək yeməklərini sevir, yoxsa yox? Gedək mənim utancaq qohumlarımı da görün. Xoş gördük, salam. Necəsiz qızlar? Aha, qızlar hazırlıq görüblər. Sizin adınız necədir? Gülsəhər. Gülsəhər, Vəfanın doğması, əzidir. O da xalam qızıdır. Aha, sevinç. Neçə xalan var Vəfa? Mənim 5 dənə xalam var. Hərəsində maşallah bir 5 qızı var. 5 neçə oğlu var. Çox 5. 5 xala var. 5 xalam var. Neçə dayı? Onlar 2 dayım. Biri rəhmətə Allah getdi, ölənlərə rəhmət. Bu yaxınlarda. Aha. Əslində dayım rəhmətə getməzdən öncə bir dəfə sənə zəng vurdum, kəndddə idim, yadıma gəlir, bilmirəm. Dedim ki, Aytəkin bir gün gəl burada evdəkilərə salamı burada çək. Yoxsa Kürdəmir? Ağsu, Kürdəmir. Onlar yaxın kəndlər idi. İstəyirdim həm dayımgildə olaq, həm xalamgildə gözəl bir çəkiliş edək. Qismət olmadı. Amma bir dəfə inşallah fürsət dayımın ili olar. çıxsın Allah qoysun. Xalalar orada yaşayır yoxsa? Orada bir xalam yaşayır. Qalan hamısı Rusiyada da var, Bakıda da var, belə. Siz də xoş gördük. Vəfa ilə bərabər bilirəm ki, köməkləşirsiniz. Vəfanın uşaqlarına xeyir işinə gələsiniz. Amin. Uşaqlara bayaq dedin ki, əmanət etdiyim yeganə doğmamdır. Çox sağ olun. Amma keçən dəfə yox idi xanım. Buradaydı. Neçə ildir bərabərsiniz? Yəni belə çox 5 ildir. Deyəcək ki, necə baxırsınız uşaqlara desəm, deyəcək ki, gözümün nuru kimi. Oğlumdan da yaxşı baxmışam onlara. Məhəmmədə. Deyir, oğlumdan yaxşı baxmışam. Belə uşaqların ikisini Məhəmməd elə anadan olandan özüm saxlamışam. Çünki etibar edir axı, əmanətdir, hə? Sizə əmanət edir. Nələ deyirsiniz də? Nənə deyir, hə. Deyirəm, Məryəm arı deyirəm ki, Məryəm gecələr dua elə yat, mamaya, ən yaxınlara. Nənə orada mütləqdir. Bir nənə, bir qaynana orada demədən də mütləq özü salır ora. Necə qaynana? Könül mən rəfiqəmə qaynana deyir, onu da çox istəyir. Hə, buradan könlü də salam verir. Vəfanın yaxın rəfiqəsidir. Bizə də doğma qaynanadır, bir də nənədir. Mütləq şəkildə hər dualarında, gələcək planlarında hamısında onlar var. Mütləq. Ay, nə maşallah. O doğmaların yanında olmağı gözəldir. Gəlirsən ev isti, yemək hazır.
uşaqlar rahat etibar edirsən. əlbəttə. Çünki bu çox önəmlidir, yəni bir sənət insanı üçün. Nigaran qalmırsan da bir Yox, sözü. düzdür, kameralarım da var hər yerdə, amma ki, onları bilirsiz niyə qoymuşam. Məryəm bəzən sözümə baxmır, deyirlər ki, mama oradan baxır. Sözlərinə baxmayanda, hə, onun üçün o kameralar onun üçün istifadə olunur, amma mən rahatlıqla, yəni etibar edirəm. İllərdir artıq. Görürsən, sən də həmişə xalan qızın yanında ol. Hə? Diqqət edirəm tədbirlərdə bərabərsiz. Artıq Həmişə də belə olsun. Hazırlaya bilir Vəfa, əl qabiliyyəti var ümumiyyətlə yemək. Mənə çox maraqlıdır. Maşallah bu qız vaxtından belə yaxşıdır. Aha. Yanımda olub da qız vaxtından maşallah zirəkdir. Əllə yaxlı. Maşallah. Yemək də hazırlayır. Pişirirdi, yemək zət. Nənə öyrətmiş olar da yemək Hə, hazırlamaq. nənəm öyrədirdi, hər şeyi öyrədirdi. Ki hazırlamaq lazımdır. hazırlamaq Qızlara mütləq valideynlər Plan tövsiyə kəsin qızı bir dənə yeməklər bişirir, belə deyirdi, bəs eləyirdi bizə. Biz də plan kəsin qız kimi olmaq istirdik. Amma indi o zamanın olmaz yemək hazırlamağa. Zamanım olmur çox az vaxtlarda. Qızım istəyəndə çox vaxt hazırlayıram, qızımın sevdiyi yeməkləri. Nə sevir Məryəm? Mənə çox maraqlıdır. Məryəm, mən nə bişirsəm, o xoş sevməsə də onu məcburdur. Mama yaxşı idi, biraz da olsa yeyir, yaxşı idi, amma ancaq makaron falan bu şeyləri sevir. İndi normal uşaqlar kimi yumurtanı sevir. Özüm nələr sevirəmsə, onlar da onu sevirlər. Uşaqlar da onu sevir. Uşaqlar da onu sevir. Necə belə qız idi? Dəcəl deyir olmuşam yaman, hə? Hə, yaxşı, çox yaxşı. Mən yanımda olub da. Mən ora gəlin gedəndə o 4-də 5-də oxuyurdu. Elə bayaq dedi ki, mən də balacaydım deyil. Mən o yanımda neçə il qalmışıq da. Mehriban, belə yaxşı. Mən hər yerə gedirəm, o başqa idi. Siftədən elə ki, mən o qız var. İndi yox, qız vaxtında mən o xətrini çox istəyirəm. Uşaq vaxtında. O bizim dilisi var. Bizim Xasiyyəti harasan dediksən, yaxşı olur. Tanınmış. Amma kəndə də tez-tez gedirsən. Diqqət edirəm, hərdən elə məni yığanda rayona gedirsən, hə? Vaxtım olduqca Tez-tez gedirsən, yoxsa Kürdəmirə? İkisində də gedəndə bizdə o kəndlər yaxın olduğu üçün ora gedirəm, oradan da ora keçirəm mütləq şəkildə. Hə, kəndləri gəzirəm. Hər ikisində qohum var. Hər ikisində qohum var. Xalam Nənə var, harda dayım dəfn var. olunur? Ağsuda. Bizim o dəfn olan yerimiz Ağsuda. Ona görə hər zaman oradan Ağsuya. mütləq şəkildə Yəqin gedirəm. birinci gedəndə ora gedərsən. Birinci yox, Kürdəmirin kəndi yaxın olduğu üçün biz ora dönürük. Orada doğulub böyüyüb. Orada doğulub böyümüşük. Kürdəmirdə, hə? Orada doğulub. Dayı gil orada qalırdı Kürdəmirdə. Oradadılar. Ora mənim üçün bir başqa doğmadır. Elə bilirdim ki, mən əvvəllər dünyanın ən gözəl kəndi oradır. Hər kəs elədi. Hər kəs yəqin ki, nə oldu? Nə hazırlamısınız Bibi? Gəlin bir göstərək. Bilirəm, Vəfaya demirəm, nə Çırpmanı özüm eləmişəm. Doğrudan. Yumurtasını da gözləyirəm siz gələndə vurum. Ki Sonra nə köhnəlməsin. hazırlayıblar? Onları onlar eləyiblər. Vəfa, maşallah hər zaman formadasan. Bəli, bəli. Hə, bildiyimə görə, məndə olan məlumata görə, baxmayaraq ki, heç vaxt artıq çəkin olmayıb, amma yenə də bir Pərvanə xanımın məsləhətlərinə ehtiyac olur. Yox, mənim artıq çəkim var idi. 63 kiloya qalxdım. Əməliyyata girmək istirdim, daha doğrusu. Liposuksiya istəyirdim. Həkim arıq idim. Həkim dedi ki, get kökəl, gəl əməliyyata salım səni. Kökəldim, əməliyyat eləmək istəmədim. Ondan sonra arıqlaya bilmədim. 63 kilodan bir türlü aşağı düşə bilmirdim. Pərvanə xanıma müraciət elədim, sağ olsun. Pərvanə xanım məni arıqlatdı. Neçə kilo düşdün 63-dən? 54 kiloya düşdüm. İndi 54 kilosan. Yox, indi 57-yə özüm qalxmışam. 54 mənim üçün çox az idi. 57 kiloya qalxmışam, burada saxlayıram çəkimi. Amma sən çox iradəlisən, diqqət etmişəm. Çünki yol yoldaşı olmuşuq. Yəni yeməyinə diqqət edirsən, sonra artıq heç nə yemirsən. Hətta yadımdadır, meyvə ilə qidalanırdın tək. Yediyim vaxtlarda da olur ki, məsələn, bir gün yeyirəmsə, 2 gün yemirəm. Həm də ki, orada mənim yürüyüş aparatım var. Evdə olduğum günlərdə yürüyüşümü eləyirəm mütləq şəkildə. Evdə? Evdə eləyirəm. Yəni, formada saxlamağa çalışıram da özümü. Və çörəyi heç vaxt yemirəm. Çörək yemirsən? Heç vaxt yemirəm. Artıq illərdir. Neçə il var? 6-7 ildir, bəlkə 8 ildir yemirəm. Çörək yemirsən? Çörək yemirəm. Əvvəllə bildim çörək yeməyən adam doymur. Amma zamanla adam öyrəşəndə, çıxaranda menyudan öyrəşirsən, yəni heç lazım olmur. Amma doğrudan formada qalmaq, belə yəni hər zaman səhnə üçün önəmlidir. Çox önəmlidir. Səhnə insanına və biraz da o deri yeməkdən, çörəkdən imtina edəndə gərək insanda bir iradə olsun. Bəli, əlbəttə. Özünü o deri saxlamağı bacarasan. Bəs necə qidalanırsan gün ərzində? Çox maraqlıdır. Çalışıram ki, gec yeyim. Məsələn, səhər oyandım, yemirəm. Çalışıram ki, maksimum bizim bir də qeyd edeyim ki, bizim tərəflərdə adətdir. Bax bu
Çığırtmanı belə bişirirlər. Çox yerdə kənd toyuğunun üzərinə üzərinə yumurta kənd əlavə. yumurtası da əlavə eləyirlər. Aha. Bunlar belə sıyırırlar, nənəm öyle ki, qalmasın. Heyfdir. Heyfti qalmasın. Maşallah, bacarır yox, bacarır. Hə, gün ərzində necə qidalanırsan Vəfa? Gün çalışıram gec yeyim. Aytəkin, çox adam deyir ki, axşam yemək adamı qidalandırır. Əgər məsələn səhər yeyirəm, onsuz da axşam yeyəcəm də, axşam bir türlü özümü saxlaya bilmirəm. Aha. Ona görə də mən çalışıram gec yeyim. Məsələn 5-dən sonra 6-da bir dəfə yemək yeyirəm. Axşam da acıramsa, yüngül nəsə bir şeydə çox gec saatda 11-də, 12-də gec yataramsa, acıramsa, yüngül bir şeylər atışdırıram. Amma elə olur ki, bəzən sənət insanları deyir ki, vaxtsız qidalanırıq, rejimsiz oluruq. Ona görə formada qala bilmir. Müəyyən bir ac saatlar var. Mən illərdir bu diyeta ilə məşğul olan bir adam kimi deyirəm də. O neçə saat, məsələn, adam olur, yemək arasında 8 saat, 12 saat bu saatları mütləq gözləmək lazımdır. Onu gözləyən insanlar heç vaxt kökəlmirlər. Dietoloqa müraciət edəndən sonra neçə vaxt istədiyin nəticəni əldə edədin? 2 ay ərzində mən 63-dən 54-ə düşdüm. 2 ay ərzində, həm də əziyyət çəkmədən və orada mənə öyrətdilər. Mən gündəlik yeməklərimi çəkirdim, atırdım. Birdən deyirəm ki, Pərvanə xanım, mən utanıram sizə hər şey deyir. Saat neçə olsun, nə vaxt olsun, nə yesən çəkət. Çəkirdim, atırdım. Onlar mənə başa salırdılar. Bunu ye, bunu yeyəndən sonra bunu olmaz. Onlar hər şeyi bir-bir başa salırlar. Möhtəşəm həkimlərdir. Buradan salamlayıram Pərvanə xanımı. Maşallah bir çox məşhurlar, Dilarə xanım və Könül Kərimova birazdan qonağımız olacaq. Məsləhətləşib getmişdim ora açığı. Könül xanımdan soruşdum, sonra getdim. Hə, yəni bir çox məşhurlarımız elə Pərvanə xanımın o verdiyi pəhrizdən arıqlayırlar. Baxıram buradan mənzərəyə. Doğrudan nə gözəl mənzərəsi var. Vəfa, yəqin hərdən düşünürsən, indi əlbəttə ki, qazanc üçün insan çalışır, əziyyət çəkirik, bəlkə də kənardan daha rahat görünsə də olur ki, saatlarla təyyarədə, bu təyyarədən o biri təyyarəyə, bu ölkədən o biri ölkəyə, bu şəhərdən o biri şəhərə, amma çətindir, deyirsənmi? Bax, qazandım, aldım, bir rahat evimdə oturardım, mən də istirahət edərdim. Mən bir şey deyim, Aytəkin, ilk dəfə mən bura gəlib baxanda, bu evə baxanda, dedim, Allahım, mən burada evim olsa dərdim olmaz. Adam burada dərdini çəkər. Belə mənzərədə kreditlə almışdım, uzun müddətli, çətinliklə də ödədim. Amma mən bir şey başa düşdüm ki, bu yaşadığım, bu ömrüm boyunca, bu həyatda qazandığın hər şey mənasızdır. Hər bir şey mənasızdır. Bir vaxtdan sonra sən mənzərənin nə olduğunu belə görmürsən. Bir gün görürsən, 2 gün görürsən. Önəmli olan o evin içində yaşadığın xoş günlərindir, xoş anlarındır, hüzurundur. Yəni gerisi boşdur da, bu maşını alaram, xoşbəxt olaram, bu evi alaram, xoşbəxt olaram deyə bir şey qəti surətdə yoxdur. Çox şükürlər olsun, xoşbəxtsən. Allah o derə gözəl xanımsan, evlatlar var, o derə rahatlıq var. Önəmli olan odur ki, Allah o istədiyin ruzunu yetirir. Çünki o da çox şanslısan, sevilirsən, siman gözəldir. Yəni bunlar da çox önəmlidir. Bugünkü günümüzə, bax bugünkü halımıza çox şükürlər. Əlbəttə ki, çox şükür. Mən hər anıma ən pis vaxtlarımda belə şükür eləməyi bacaran insanam. Yəni bunu Allah mənə verdi deyə şükür eləyim, yox, hər zaman. Allahım çox şükür, bugün pis günüm varsa, demək ki, yaxşı bir gün qismət eləyəcək, onun sınağı, imtahanıdır deyib hər zaman yəni şükür eləməyi bacarmışam. Amma hərdən adam düşünür ki, kaş mənim bu uğurlarımı anam görərdi, nənəm görərdi, valideynlərim görərdi, düzdürmü? Onlara da bu rahatlığı yaşadardım. Anamı düzdür, görməmişəm, yaşamamışam onun o hissləri, amma nənəmi həmişə arzulamışam ki, heç olmasa biraz yaşayardı, biraz xoş gün yaşada bilərdim, huzurlu bir həyat yaşayıb sonra bu dünyadan köçərdi. Qismət, Allahın qisməti beləmiş demək. Amma bu günləri sən o huzurlu günləri, o rahatlığı evlatlarına yaşatmaq istəyirsən. Əlbəttə, əlbəttə onların rahat olmaq. İlk öncə təhsillərinə önəm verirəm. Mən düşünmürəm ki, bunu bunlar üçün eləyərəm, gələcəkdə rahat yox, onu düşünmürəm. Düşünürəm ki, düzgün təhsil, düzgün tərbiyə, mən həmişə deyirəm,
onların təhsillərindən də önəmli. Həmişə qızıma deyirəm, qızım artıq qanır çünki o şeyləri. Yaxşı insan olmaqları önəmlidir. Ola bilər ki, 5 dənə universitet qutarır, amma insani cəhətdən o qədər zəif bir insan olar ki, deyirəm ki, mənə elə evlad lazım deyil. Mənə lazım olan evlad odur ki, yaxşı insan olsun. Mənim görəvim bu həyatda düşünürəm ki, yaxşı evlad yetişdirməkdir. İnşallah ki də belə olar, belə olar. Gedək görək, yeməyimiz yanar, yeməyimiz yanar. Mənzərədə çox qaldıq. Yeməyimiz hazır olsun. Vay. Yağlı deyil bu? Çığırtma yağlı olmalıdır da. Maşallah, hamısı yerli yerində. Qonaqlarımız gəlib, gedək qarşılayaq. İnanın ki, sizin adınızı eşidib Könül xanım o qədər sevinib. Deyir, kim olacaq? Deyirəm, Xəyalə, Rəvanə, Vəfagildə. Vəfagildə ürəklə gəlib, belə doğması əzizi kimi gəlib ki. Qızlarımızı çox istəyirəm. Niyə də istəməyim? Hər zaman da yanlarındayam. Nə çətinlikləri olsa, mən mütləq ki, onların yanında söz vermişəm ki, yanlarında olacam. Allah sizə həmişə var eləsin. Gözəl sənət. Ona görə qızlar sizi çox sevir. Bütün qızlar. Bəli. Hər zaman. Biz Rəvanə ilə bərabər Könül xanımgilin evində qonaq olmuşuq. Ay Könül xanım, Vəfanın bibisi qəşəng bir dolma hazırlayıb. Bax sözün açığı. Dedim Könül xanımı gətirəcəm mütləq. Yarpaq dolması. Eksport gətirmişəm. Bəli. Bax o yarpaq dolması çox bəyəndim. Dadı da qəşəngdir, amma Könül Kərimova yarpaq dolması var. Mənim operatorlarım hamısı da işarə eləyirlər. Başı ilə belə bilir. Yəni o dolmanın əvəzi yoxdur. Əsas odur, bax o yeyir. Gəlin bir o dolmaya baxın, görün necə hazırlayıb. Vəfanın bibisi hazırlayıb, gözəl xanım. Bibi hazırlayıb da deməli qəşəngdir. Çox Dadlıdır. Aynı gözəldir. Çox qəşəngdir. Vallahi xoşuma gəldi. Yox. Səliqə. Yəni orada sən özün nə iş bacarırsan? Çığırtmanı özüm eləmişəm Könül. Möhtəşəm eləyirəm mən yeməkləri. Çığırtmanı Hər yeməyi bişirmirəm. Nəsə, amma belə baxanda oxşamır. Yox, bişirirəm. Xoşuma gəlir. Yox, mən bilirdim ki, Yemək bişirməyi sevirəm. Könül xanım efirdə hazırladı. Rəvanə, çığırtmanı özü, yəni yumurtanı yəni özü əlavə edir. Hamısı hər şey. Nə vaxt istəsəz. Maşallah, qabiliyyət. Arada Instagramda mən çəkirəm, paylaşıram. Yaxşı çıxmayanda axırın paylaşmıram, yaxşı çıxanları. dadı müxtəlif. Şirin qızdır, yeməyi də dadlı olaraq gəlir. Deyirəm qızları yığmısınız ətrafınıza. Mama qurban. Vallahi. Könül xanım hər zaman, bax illərdir şahid oldum, illərdir. Hər zaman dəstək olub gənclərə, xanımlara da, bəylərə də. Mahnı istəyib, deyib ki, gözəl təqdim edəcəksənsə qurbandır sənə. Hətta hərdən elə bir Könül xanımın prodüseriyəm. Qızlar məni yığırlar ki, Aytəkin, mən istəyirəm Könül xanımın bax bu mahnısını papuri əlavə Eləyim ki, Könül xanım bizə zəng vurur, iradlarını da bildirir. Efirlərə də baxır, elə zəng vurur, deyir ki, gözəl idin və yaxud da iradlarını bildirir ki, burada bu düzgün deyildi. Yəni Mən də istəyirəm ki, yəni hər zaman diqqətdə saxlayır. Yaxşı olsunlar, yəni hər şey gözəl olsun. Yəni mən Bunu hər adam demir Könül xanım. Bunu hər adam başa Hər salmır. sənətkara qismət biləm. olmur ki, həm sənətinin sənətkarı olsun. Təbii ki, bu mənim fikrim deyil, bunu sənətkarlarımız deyir və eyni zamanda da gözəl ürəyə sahib olsun. Amma Könül xanım da çox şükür Allaha ki, bu ikisi də cəmlənib. Həm gözəl sənətkardır həqiqətən, həm də ki, çox böyük ürəyi var, çox Və bir də geniş ürəyi bir var. şey var, Aytəkin, həm xalq tərəfindən, həm sənətçilər tərəfindən sevilmək bu çox çətin bir şeydir. Hə, Könül xanım da həqiqətən də sizi biz sevirik. Ay yığım, biz yox. bunu sizi tərifləmirik. Biz illərlə Olanları tamaşaçıların qarşısında hər zaman doğruları çalışmışıq, çəkək göstərək. Neçə dəfə sizin evinizdə elə Rəvanə ilə qonaq olmuşam. bilirsən, insan çalışmalıdır ki, yaxşı iz qoysun. Yəni niyə səni pisləsinlər ki? Qoy yaxşı tərəfdən danışsınlar. Bu gözəldir. Bundan gözəl nə ola bilər ki? Həqiqətən. Yəni sevgi qazanmaq doğrudan gözəl bir şeydir. İnsan sevindirmək çox gözəl bir şeydir.
Amma sizi bu günləri gördüm, çox sevindim. Çünki çox sevirik. O sevimli insanlarla bərabər tamaşaçılarımızın qarşısında olanda da bir başqadır. Gedək süfrə hazırlayıb Vəfa qonaqları üçün yeməkləri bildik. Süfrənin ətrafında həm gözəl ifalar, bir səmimi söhbətə, konsertdən də danışacağıq. Bilirsiniz də bu yaxınlarda gözəl bir konserti başlatıb. Daha böyük konsertlərə inşallah. Bəli, çox gözəl idi. Həqiqətən indi danışacağıq. Görüntülərdən gördünüz yəni və biz də təqdim edəcəyik. Xəzər televiziyası evdəkilərə salam verilişində qonaqçalında da təqdim etdik. Çəkmişik, tamaşaçılarımızla bölüşmüşük o anları. Güzel sesiyle her zaman sevilen, seçilen Vəfa Şərifova gəlir. Coşkulu almışlar gelsin. Mənim kimi dildarı Parisin rəssamları görüb böyle dediler. Ne qəşəngsən mademoiselle, ne gözəlsən mademoiselle. Böylədir dilbər, ah ne qəşəngsən mademoiselle, ne gözəlsən mademoiselle. Böylədir dilbər. Çox təşəkkür edirəm Nazəri xanım, mənbəzim. Mənim üçün fəxrdir. Mənim üçün çox xoşdur sizin gəlməyiniz. Çox sağ olun. Xatırlayarsan, xatırlayarsan, xatırlayarsan məni. Xatırlayarsan, xatırlayarsan, xatırlayarsan məni. İnanıram ki Vəfa bura gələnlərin hər biri ürəklə gəlib. Çöldə yağış yağır, amma onlar ona rəğbən gəldilər. Opera studiyasının qarşısında bu anı, bu məqamı gözlədilər ki, sənin çıxışını görsünlər. Maşallah, biri-birindən gözəl ifalar səsləri, Vəfanın canlı ifalarını da eşidirik. Doğrudan da səhnəyə gələn sənət insanının bir ustadı müəllim olur. Çünki sənətdə olan insanlar o oxumağı, mahnını necə təqdim etməyi öz müəllimlərindən öyrənirlər. Və müəllimlər də var ki, hər zaman tələbələrinin yanındadır. Hər şeyə rəğmən onların yanındadır. Onlarla bərabər addımlayırlar. Lazım gələndə tələbələri ilə bir duet də ifa edirlər. Lazım gələndə bir tələbələrinə Dilbərim aryasını da oxudurlar. Müsbət də qarşılanır, mənfi də qarşılanır. Amma müəllim deyir ki, o bir qısqanclıqdır. Səs varsa, sənət varsa, istedad varsa, o insanları hər zaman qısqanırlar. Eləsə, əziz qonaqlarımız, sizin ürəkdən alqışlarınızla dəyərli sənətkarımız İntiqam Kərimovu dəvət edəcəm. Deniz o mavi gözlü kız çaştı tufanla oynadı, yürekle canla oynadı, coştu içinden kaynadı. Sen de tufanla oynama. Mən həmişə tələbələrimin yanında olmuşam. Bəziləri deyir, niyə tələbələrinə kömək edir? Bəs kim eləməlidir tələbəsinə kömək? Kim tələbəsinin yanında olmalıdır? Bəziləri qısqanır, bəziləri paxıllıq edir. Bilin, inanın, hətta efirə gələni deyirlər, marağı nədir? Allaha and olsun, marağım heç nə, onların qarşı irəli getməyidir. Yaxşı oxumalıdır. Uğur arzulayıram. Deyəndə ki, səsi yoxdur, mənə təsir edir. Qardaşım, sən bir bu səs diapazonunu bir dinlə. Gör bunun nə boyda səsi var, eşitmək qabiliyyəti necədir, yaddaşı necədir, sonra qiymət ver. İstedadı olmayan adam popüler ola bilmir, yadda saxlayır. Uğurlar olsun, uğurlar arzulayıram. İcazə ver bir dənə də mən acılı mahnı oxuyum. İcazə sizindir. Buralar sizindir. Bir zaman vuran yürekti
zaman çakan şimşektik bir zaman hayata gerektik biz. Bugün Vefanı da seven dostları var ki onu unutmayıp onun yanındadır, ifalarıyla beraberdir. O güzel hanımlardan biri de ifalarını çok sevirik. Vallahi iller evvel ağır cinayet diye ifa edirdik. Deyirdik görəsən bu kız kimdir? Bu kızın ne güzel sesi var, ne güzel avazı var. O kız bugünleri burada öz dostunun, rəfiqəsinin, sənət dostunun yanındadır. Şəbnəm Qəhrəmanova alqışlarınızla qarşılayacağım. Gördüğüm, dokunduğum herkes senden ibaret. Baştan ayağa yanır canım, sanki gelip çatıp kıyamet. Yeter artık öldürmeni, sonacaksın bu işkence. Seninkisi ceza değil, bildiğin ağır cinayet. Bayaq qeyd etdim ki, sənətdə dostları var. Hər zaman dostlardan bir stimul var, dostlardan bir dəstək var. Amma dostluğu da bacarmaq lazımdır. Vəfa Şərifova da dostluq etdiyi insanlarla dostluğu bacaran bir xanımlardandır. Elə deyilmi? Dostlar bir alqışlasın. Kime desem kınayacaklar bizi ömrüm ömrüm. Bu ayrılık öldürer ikimizi ömrüm ömrüm. Ay, anam olsaydı seslenir, anam olsaydı en sevilenlerden birisi. Anam olsaydı hayatta derdim olmazdı benim. O gidenden çoxalıb bu dünyada qüssətlərim. Anam olsaydı hayatta derdim olmazdı benim. O gidenden çoxalıb bu dünyada derdi qəmim. Bizim sevgimize inanmayanlar da inansın. Koy bizi istemeyenler yansın yansın yansın. Bizim sevgimize inanmayanlar da inansın. Koy bizi istemeyenler yansın yansın yansın. Köyün xanım da vurğuladı, gözəl bir konsert oldu. İntiqam müəllim də yenə hər zaman olduğu kimi Vəfanın yanındaydı. Həqiqətən də, yəni məsuliyyətli və bir də bayaqlar elə Köyün xanım bir söz dedi ki, cəsarətli bir xanımsan, həqiqətən də. Yəni o hiss olunur. Bilsən, elə yeri gəlmişkən yenə də təbrik eləyək. Uğurların bol olsun Vəfam. Biz səni çox istəyirik. Təbii ki, bura hər kəs səni istəyən dostlar Çox sağ olun, yığışıb. gəldiyiniz üçün, hər biriniz. Belə. Yəni, mən doğrudan o alqışlanan cəhətdir ki, cəsarət, hər şeyə cəsarətlə yanaşmalısan. O cəsarət, o demək ki, inam var. O zaman o uğuru əldə edəcəksən. Nə olur olsun. İntiqam müəllim də belə deyək də, mənlə razılaşar. Vəfanın çox cəsarəti çox gözəldir. Yəni, bax, nə danışsalar, nə desələr, gözəl. Biz bəlkə də daha çox qapanırıq, fikirləşirik, yox, niyə belə oldu? Çünki biz alışa bilmərik də, biz başqa dövrün o ab-havaya alışmışıq. Amma bütün bunlara baxmayaraq, Vəfa, biz səni alqışlayırıq. Yəni, bu xasiyyətini dəyişmə. Bu əla xasiyyətdir, həqiqətən. Ona görə də sən... Bizi artıq sözlə o qədər... Sındıra bilərlər. Söz yox. Bax, əvvəlki müğənnilər, məsələn, sosial olmadığına görə onlar tamaşaçıların çox fikrini bilmirdilər. Məsələn, məni kim realda görəndə pis bir söz deyir. Hamı deyir ki, ay, nə gözəl, nə yaxşı. Sevməyəndə uzaqbaşı yaxınlaşmaz. Amma sosialda hər kəs ürəyi istəyəni yazır. Öncələr müğənnilər ancaq xoş sözlər eşitirdi. Amma biz başlayan gündən biz o tərəfi də gördük, sevgini də gördük. Sevgi ilə bərabər etirazları da, mənfi sözləri də, fikirləri də aldıq. Və biz artıq güclü formalaşmışıq. İntiqam müəllim təzə-təzə mənim tərəfimi tutanda rəyləri oxuyur. Bir rəy də olsa mənfi olanda Cəfərdə mənə belə söz yazıblar deyirdi. İntiqam mən qurban olum, biz öyrəşmişik, siz öyrəşməmsiniz. Boş verin, bəlkə də bizi tanıyandır, bəlkə də istəməyəndir, odur, budur, o qədər şey edirdim də təsəlli verməyə çalışırdım.
Yo, bizim vaxtımızda da o var idi əslində. Prosta indiki ki, sadəcə olaraq Bu qədər olmaz. TikTok yox idi, Instagram yox idi, cəmaata bu çatmırdı, kim nə danışırdı. Altdan işlən Birini görüldü. eşidirdik, birini eşitmirdik. Altdan işlən. Adamın üzünə heç kim gəldi, demir axı. Amma o cəsarət söhbətinə gələndə bir müğənni ki, özünə inanmır, niyə oxuyur? Mən həmişə deyirəm ki, əgər müğənni oxumağa başlayırsa, fikirləşirsə ki, bax indi mən bu nota çatıram, bunu necə oxuyacağım, gedib özünə başqa iş tapsın. Getsin özünə aşır. Müğənni oxuyarkən ancaq fikirləşməlidir ki, o sözləri, nə oxuyacaq, nə ləzzət alır. O zili də elə oxumalıdır ki, elə bil söhbət eləyir, bal tökməlidir. Başa düşün, əgər müğənni fikirləşsə, indi aha zilləşirəm, indi ora bir dənə gücənə oturur, indi artıq vaxtlar yox doğrudan da, artıq vaxtlar studiyaya girirlər, heç mahnını düzgün bilmirik. Mahnı müğənnisini qoyur ora, kim oxuyubsa, yanına da sözlərini qoyur, bir sətr o oxuyur, dalınca bu, dalınca bu. Biz mahnını 6 ay, 1 il, 3 ay, 5 ay hazırlayırdıq ki, ifa eləyək. Çünki bizim zamanımızda könül yaxşı bilir. Biz gənc olanda lent idi belə. Buradan buraxırdılar, bir də bu axıra qədər oxuyurdun, sonra üstünə elxa vururdular, qutardı. İkinci, nəsə eləmək mümkün deyildi. Nə kəsmək, nə calamaq, nəsə eləmək, heç bir şey mümkün deyildi. Ona görə də mahnını işləyirdik. Mahnını da insan oxuyanda gərək ürəyi danışa. Əgər sən oxuduğun sözün mənasını fikirləşmirsənsə, bunu söyləmirsənsə, nəyə lazımdır ki o mahnı? Bayaq düzgün vurğuladınız. Hər kəsdə səs var. İfa edə bilər. Amma baxır o mahnını necə çatdırırsan tamaşaçılara, necə ifa edirsən, sevdirməyi bacaracaqsan bu mahnını. Oxumaq gürbəcür tonalistlərdə, yəni tonlarda ürəyini açıb danışmaqdır. İnsanın birisi onu ləmin oradan oxuya bilər, o birisi remin oradan oxuya bilər. Amma hər kəsin çünki Allah verən öz səs təbiəti var. Birisi baritondur, birisi tenordur, birisi sopranodur. Hər kəsin öz qızıl ortası var, səsinin səslənən yeri var. Başa düşün, əgər mən könlün yerin, oxuduğu yerdən onu oxuyacamsa, məndə səslənməyə bilər. Könül də mənim oxuduğum yerdən oxuyarsa, eyni mahnıdır, onda səslənməyə bilər bu. Mən həmişə deyirəm, çıxırlar ora, oğlan, başlayır oxumağa, qız gəlib qoşulub, başlayır yanında qışqırmağa. Ay xanım, canlı oxumaq istəyirsən, gözlə bu oxusun, qutarsın. Sonra da sən öz mahnını dinən, onu oxu. Bu düz deyil. Deyirlər qoşul, qoşul. Onu bilməyən adam deyir, qoşul. Hər kəsin öz... Hələ tərəfdarı deyil onun. Hər kəsin öz tonalisti bıraxır. Bir vaxtlar mən neçə dəfə demişəm, bu Dilbərin ariyasına görə dedilər ki, onu bir ton aşağıdan oxuyub. Mən özüm dedim bir ton aşağıdan oxuyub. Bilirsiniz necədir? Bir ton aşağıdan oxuyanda bir tonda aşağı düşür, not. Aşağıları, notun aşağıları aşağı düşür. Bu tamaşanı oxumur ki, deyim ki, prosto götürüb, Nemarina'nın ariyası var. Na furtiva lagrima. Belə bir şey var. O lirik tenor üçün yazılıb. Amma dünyanın hər yerində indi baslar, belə sözlər, belə səslə baslar götürür. O qədər də gözəl oxuyurlar ki, bu nə deməkdir ki? Hər səsin öz yuxarısı var, öz aşağısı var. O zil oxuyan səs, o birisi səsin aşağılarını oxuya bilməz. Bildiniz? Aşağısı olan müğənnidə onun zillərini oxuya bilməz. Amma yeri gəlmişkən, İntiqam əmi, doğrudan çox sağ olun. O Dilbərim ariyasını Vəfa ifa etdi. Yəni, mənfi, müsbət rəylər oldu. Amma sonunda əsas odur ki, xalq tanıdı. Bəli, sevildi. Çox belə xoşuma gəldi mənim. Təşəkkür edirəm ilk öncə İntiqam müəllim sizə. O qədər gözəl alınmışdı. Yəni, mən həqiqətən dəfələrlə qulaq astım. Yəni, öz səs tembrində çox gözəl. Orada, nə bilim, başqa bir, mən heç nə bir səhv, yanlış, heç nə görmədim. Sən mənim dostumsan, eyni familiyadanıq, bacımsan. Yəni, biz 40 ildir bir-birimizi tanıyırıq. Bizim evdə məşq eləyərkən, zəng vurum saat yoldaşımdan soruşun necə oxuyurdu. O zapisi var ha, fonogramı var ha, ondan 5 dəfə, 10 dəfə yaxşı oxuyurdu canlı. Exosuz, mikrofonsuz, heç bir şeysiz belə istəsəm əmr elərəm, belə sinə ilə, bal kimi. Onun o səsinin məhz tembri o mahnıya çox gözəl yaraşır, gördünmü? Bəli, hər şey gözəldir. Çox gözəl yaraşır. Vəfa oxuyandan sonra hamı oxumağa başladı. Oxumaqdan qabağa 30 saniyə, 20 saniyə qabağa səs əsməyə başlayır. Əsir heç nə başa düşmürsən. Müğənninin ifasının 80% diksiyasıdır. Tərtəmiz sözlərin deyilməsi, muzikalnılıq, hər dediyini anlamaq. Yox, mən heç nə anlamıramsa oradan. Dünyanın xalq artisti olmayım nəyimə qalıb. Mən onu neçə dəfə dedim, elə tanınmış adamlara dedim, elə şey yoxdur. Səs
əstirmək, bu musical kimi oxudu onu. Musical nədir? Muzikalni teatrdır. Çıxdı oxudu, bizə belə lazım idi, belə də oxuduq. Mənim dediyim nə idi ki, dedilər qızın səsi yoxdur. Yox. Yox, dedilər, mən dedim 2 oktava 2 not səsi var. Kimin 2 oktava 2 not səsi varsa, hər hansı bir operanın qəhrəmanını oxuyar. Amma üzərində işləmək lazımdır. Operanı hazırlamaq, öyrətmək, necə elə. Səs diapazonundan söhbət getdi. Amma hər kəs bir şey danışdı. Bax, Kalafın ariyası var. Pavarotti oxuyurdu. 1-ci oktavanın R'si aşağı notudur. 2-ci oktavanın C'si ən zil notudur. Vincero. Burada bir ton buradan əskikdir, yarım ton buradan. Az qalır C'ni oxuyanda qabırğaları yerindən çıxsın. Dünyanın 2 oktava bitmir. Dünyanın ən məşhur tenderlarından biridir. Yəni, insanlar bilmədi. Mən prosto dedim ki, qızın səs diapazonu, səsi var, siz lazımsınız, söhbət eləməyin. Amma inşallah ki, davamı gəlsin. Köyxam, sizin Biz yalandan heç də tərifləmirik, heç həvəsimiz yoxdur. Mən yenə də deyəcəm, bir nöqtə qoymaq istəyirəm. Vəfanın bugün oxuduğu, yəni də o müəyyən bir çörək qazanmaq üçün, bir nələrsə qazanmaq üçün oxuduğu mahnılardan çox, məhz o mövzuda onun səsinə daha çox yaraşır. Həm pop yaraşır, həm onun klassika səs yaraşır. tembri elə o vokal. Çünki sinə var. Bəli, o mahnılara yaxındır, o tembrdə. Mən ilk dəfə eşidəndə dedim, ay nə gözəl, kimin bu ağlına gəlib. Yəni, həqiqətən Seçim, əsas odur, seçim düzgün. İntiqam müəllimin verdiyi sinə səsi var. Sağ ol da. Köyxam, sizin ifanızla davam edək. Hələ söhbətlərimiz çox olacaq. Doludur inan ki bu qəlbim, bilmirəm axı sevgimi necə deyim. Yanımda dayananda, gözlərimə baxanda, ah bədənimi tərk eləyirəm o anda. Yanımda dayananda, gözlərimə baxanda, ah bədənimi tərk eləyirəm.
İstək bu deyil, sevgi budur. Hamı qısqanır ki, bəs Mən tərəfə Axırda intiqam verim dedi ki, hara getdin? Yox, başlayanda məndən başlamışdı. Sonra qoydu getdi. Sevgimi necə bölüşüm, hamıya çatdırım. Allah sizi var eləsin. O qədər gözəl ifa Cabbar edirsiniz. Musayev bəstəsi. Cabbar müəllimi Gəlmişkən buradan sözləri Elçin Məhərrəmov, Bəli. belə aranjman İlkin Həsən. İfa edib Könül Kərimova. Oxudu Könül Kərimov. Və bu günləri bizim burada rəvanəmiz də buradadır, xəyaləmiz də buradadır. Onlar da çox sevilən bizim dəyərlərimizdir. Hər zaman rəvanəni qeyd edirik. Səhnəmizin ən gözəl leylisi bizim rəvanə gözəlimiz, bizim gözəl xəyaləmiz. Hər iki buradan Təyyar müəllimi salamlayıram. Təyyar Bayramovu dəyərli sənətkarımızı. Hər ikisi Təyyar müəllimin tələbəsidir və gözəl tələbələrdir. Əsas o da o müəllimlərinin ki üzünü ağ edəndə, o müəllimlərin ki adını ucaldanda ustadlar da sevinir yalnız. Yəni Rəvanə də, Xəyalə də çox sevimlidir. Mahnılarımın da ən gözəl deyərdim ifaçısıdır. Rəvanə. Rəvanə. O qədər mən ilk dəfə deyirəm ki, hə, belə danışdıq mahnının, yəni dedim sənə qurbandır. Mən ümumiyyətlə ilk gündən, Rəvanəni tanıdığım gündən çox sevmişdim sənətini, ifasını. İlk dəfə də yadıma gəlir ki, Ney Səsiyəm oxuyurdum. Ay, nə gözəl. Dayandım, belə ayaq saxladım ki, bu nə gözəl ifa, nə gözəl ürək. Sonra mənim mahnılarımı istəyəndə çox sevindim və oxuyandan sonra qulaq asdım, baxdım, söz tapa bilmədim. İstədim deyim ki, hatta bu qədər də qəşəng oxu deməz. Dedim, yaxşı, o da bu qədər də yox. İnanın, mənə o qədər xoş gəldi. Sizin nəğmələrinizi sizdən bəhrələnərək mən elə ifa eləmişəm, Allah canınızı sağ Canım sana, halal xoşum. Yəni, mən yaxşı mənada öz mahnılarımı sevirəm. Yəni, istəyirəm ki, məndən sonra daha yaxşı oxunsun, daha zəif olmasın. Könül xanım mahnısı kim oxuyur oxusun. Rəvanə xanım çox gözəl müğənnidir. Sadəcə olaraq ola bilər kimsə çox zildən oxuyar, kimsə çox başqa bir möhtəşəm bir xırdalıqla verir. Amma o ürək ki var, onu Könül xanım ki o mahnılara verib, heç mümkün deyil. Bəs elə onu deyirəm ki, bəzən görsən belə rahatlıqla götürüb ifa edirlər. Mən utanıram demək ki, o alınmayacaq səndə. Utanır və amma hərdən də utanmır deyil. Eləsi var ki, artıq görürəm ki, yoxsa da aşırı dərəcədə, yəni həddən aşırı deyirəm, yox, bu sənlik deyil axı, sən mahnılar var ki, toxunulmazdır. Yəni mənim istəyim odur ki, yəni intiqam mənim. Bax, bunu götürüb oxuyanda mən o qədər sevgi ilə ifa eləmişəm o mahnılarımı. İstəyirəm, belə necə gəldi, toxunulmasın da, yaxşı olsun. Mən qulaq asanda ürəyim açılsın ki, məndən sonra, bax, nəsildən nəsilə qəşəng keçəcək, yaxşı keçəcək. Yoxsa mən alqışlayıram səni. Xəyalə ilə nə vaxtda bir işbirliyi olacaq, hə? Xəyalə ilə deyirsiniz, danışırsınız, hansısa mahnıya yəqin göz qoyur. Görüntülə, bu qızlar bir-birlərini oxşur, deyirlər sizə. Belə oxşar var da, belə. Xəyalə də istedadlı qızdır, Xəyalənin də ürəyi gözəldir, böyükdür. Mənim kimi hər janrda var. İstəyir meyxana tərəfə də çönür, istəyir bu tərəfə də çönür. Bütün janrlar. Maşallah, o gözəl bir şeydir. Amma əsas odur ki, muğamımızı da gözəl ifa edirlər, maşallah. Çox istedadlıdır. Rəvanə, səndən davam edəkmi? Getdim gördüm bulaqdadır, bulaqdadır, bulaqda. Əl üzünü yumaqdadır, yumaqdadır, yumaqda. Qoşaqallar yanaqdadır, yanaqda. Qızıl üzü barmaqdadır, barmaqda. Qoşaqallar yanaqdadır, yanaqda. Qızıl üzü barmaqdadır, barmaqda.
daşı qara, daşı qara. Ürəyimin başı yara, başı yara, başı yara. Olmaz belə qaşı qara, gözü qara. Olmaz belə gözü qara, qaşı qara. Olmaz belə gözü qara, qaşı qara. Olmaz belə qaşı qara, gözü qara. Bir belə can alan olmaz, olmaz, olmaz. Bir belə qan salan olmaz, olmaz, olmaz. Qulaqda üzünü yuyub, saçlarını hörüb durub, mənə baxıb özünü yuyub. Bir belə can alan olmaz, bir belə qan salan olmaz, olmaz, olmaz. Qulaqda üzünü yuyub, saçlarını hörüb durub, mənə baxıb özünü yuyub. Bir belə can alan olmaz, bir belə qan salan olmaz, olmaz, olmaz. Ay gülüm olmaz, 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 olmaz. Ay gülüm olmaz, olmaz. Olmaz, 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 olmaz. Ay təşəkkürlər. Mənim gözəl Rəvanəm, Belə yaxşı maşallah. oxumaq olmaz. Bəli. Olmaz, olmaz. Mükəmməl Sağ ol, Rəvanəm, sağ ol. Sağ olun. Yeni səslərinizə xeyirli uğurlu olsun. Səsin var Yeni olsun. ifalarımdan Ürəyin var biridir. olsun. Qulaqdadır. Çox təşəkkür edirəm əzizimiz Könül xanım. Amma eşidilən mahnılardan Bəli. biridir, bəstəkar mahnılarımızdan biridir. Elə dedim gəlmişkən yeni ifalarımdan birini ifa edirəm. Aha, ad gününə hazırlaşır özəl Bəli. olaraq Rəvanəm. Xeyirli Maşallah, uğurlu olsun. maşallah. Təşəkkür Düşərli edirəm, çox sağ olsun. olun, var olun. Və elə bayaqlar Könül xanım da vurğuladı. Maşallah xəyalə də muğamımızı da, xalq mahnılarımızı da, elə hərdən o estradada ifa edir, hərdən gözəldir. müəyyən, həqiqətən Hər gözəl biri təqdim gözəldir, edir. hər biri Və müzikəcər. duetləri var xəyalənin. Buradan Aydın Mən- Salini də salamlayıram. Həqiqətən də Bəli, çox Aydını da- uğurlu İlk duetlərdən duet olub. ortağımı salamlayıram, sonra Aha, ilk dəfə siz Aydın Salini ilə Mən yox, Aydınla ilk duet oxudum. ortağı deyəndə necə ki o xanım? mən onun duet ortağı da. Hə, Aydın Salinin ilk Salinin, bəli, hə, ilk duet belə oldu, ortağı. təsadüfən oldu. Belə xoşuma gəldi Aydının mahnıları. Bəli. Yəni bir müddət idi bizim işimiz. Məndən sonra xəyaləni gördüm, çox bəyəndim. Və yeri gəlmişkən mən deyim, muğam adətən muğam sahəsində, muğam sinifində olanlar, muğam dərsi alanlar, xalq musiqisində olanlar, yəni təsniflər hər xanəndə mahnılarda uğurlu olmur. Hə. Mən onu xəyalədə çox xoşuma gəldi, Çox sağ sevdim. olun, Dedim, var hə, bax ikinci könül. Təşəkkür Bu tərəfdə də var, o tərəfdə də var. O yaxşı cəhətdir, həqiqətən. Yəni o musiqi duyumundan xəbər verir. Xəyallə ilə amma Vəfanın da bir şəxsi bildiyimə görə bir tanışlıqları var. Yəni elə dəvət edənlər. bəli. Hə, görək ya. Həqiqətən də tədbirlərdə, Bəli, el şənliklərində bərabər tədbirlərdə Rusiyada ilk bərabər. dəfə rastlaşmışdıq, səhv etmirəmsə, yoxsa Azərbaycan? Gürcüstanda. Gürcüstanda, Gürcüstanda. Amma sən Həqiqətən də də çox gözəl yol yoldaşlığı, çox gözəl xasiyyəti hər tərəfli. Təşəkkür edirəm. maşallah bir sən ifada davam edək. Hə, gəl. Xatırlayarsan, xatırlayarsan, xatırlayarsan məni. Xatırlayarsan, xatırlayarsan, xatırlayarsan məni.
gözəl xatırlayacağıq. Çünki bax bu süfrənin arxasında əyləşən hər bir sənət insanı, sevilən, əziz doğma insanlardır. Yeri gəlmişkən Vəfa konsertində buradan Cabbar müəllimi salamlayıram. Böyük bir cürət, risk Cabbar Musayev bəstəsinə də müraciət etmişdi, canlı ifa etdi və Amma sözləri düzəltdim Könül xanım. Mən qulaq astım konsertdən. Demək konsertdən öncə dinlədik. Məşq eləyirdi. Mən də çıxdı qarşıma. Gördüm, ay, burada nəsə düz getmir. Sözlərim yerləmişsə. Sözlər bir-iki yerdə mən həmən telefon açdım ki, Vəfa, bunlar belə də, bu düz deyil. Qəşəng qulaq astı mamasına. Konsertdə də gördüm, düppəlirsin. İfa etmişdi. Çünki konsertdən yeri gəlmişkən elə biraz da konsertdən danışaq. Orada canlı ifalar da səsləndi. Yəni İntiqam müəllimlə gözəl duetini təqdim etdi. Əsas odur ki, sevənlər hər zaman konsertə təşrif buyururlar. Elə deyilmi Könül xanım? Bu yaxınlarda elə Könül xanımın da bir ay bundan öncə möhtəşəm bir konserti Heydər Əliyev sarayında baş tutdu. Həqiqətən də Könül xanım, hər zaman var olun. Biz sizin o nəğmələrinizi, hər zaman ifalarınızı eşitmək istəyirik. Xeyirli olsun hər iki konsertiniz. 8 Martda xanımları elə öz ifaları ilə təbrik etdim. İnan ki, bax, mən bu gözəl qızlardan, gözəllərimdən belə həvəsləndim, coşa gəldim ki, niyə də olmasın. Amma Könül xanım, tamaşaçıları o qədər intizarda qoymayın, çox xahiş edirəm. Mən getmişdim konsertə. Hələ də o konsertin təsiri altında. 8 Martda orada qeyd elədim Könül xanım. Böyük zövqlə qeyd elədik. Özüm də yəni peşmançılıq çəkdim ki, niyə mən bu qədər fasilə verdim. Nə bir qismət, özə xəbərim olmayıb. Həmən günü 20 il tamam olmuş. Bax, məhz o günü. 8 Mart günü. 8 Mart günü. Belə orada bildim ki, bacım hesablayıb ki, sən xəbərin var 20 il. Qismət, təsadüf. Valla, möhtəşəm idi, gözəl idi. Əsas odur. Elə yer gəlmişkən İntiqam müəllim, bax, o duet çox sevildi. Dilbərim ariyasında sevdilər. Sevənlər də olur, sevməyən də. Ümumiyyətlə, zövqlər müxtəlifdir. Yeni bir duet varmı? Yeni bir ifa üzərində çalışırsınızmı Vəfa ilə ki, hansı ki bir təəccübləndirəcəksiniz yenə tamaşaçıları? Vəfanın vaxtı yoxdur. Müəllimin vaxtı yoxdur. Müəllimin hər zaman vaxtı var. Daimi tələbələrinlə məşğuldur. Amma çox gözəl. Varmı? Yəni belə bir ideya varmı? Yəni təklif varmı? Mən nə vaxt eşidirəm, görürəm, Allah bol eləsin, heç kəsilməsin. Gah deyirlər Sibirdədir, gah deyirlər Leninqraddadır, gah deyirlər... Amma yeni bir işlər də lazımdır mütləq şəkildə. Yəni, həqiqətən də Vəfa, o hərdən belə zarafatla deyirik, belə fürsətlərdən yararlanmaq lazımdır. İntiqam müəllim kimi, sənətkarlarımız, Könül xanım kimi. Bax, o duetlərdən sonra, o proyektdən sonra mən daha bəlli oldu ki, Vəfanın istedadı hara qədərdir. Yəni, doğrudan bu... Davam etməlidir. Davam etməlisən. İnşallah. Gəlin elə biz də İntiqam müəllimin ifası ilə davam edək, hə? Saat azalıram hər gecə, yağış yağır içimdəki şəhərə, xatirələrə, o sənli günlərimə, indi tənha qalan küçələrə. Yağış yağır küçələrə durmadan, səninlə islanır hər tərəf, hər yan. İslanır bizi görən hər insan, islanır yaşlı bir gül satan. Sensiz tənha qalıb küçələr, unudub səni sanki şəhər. Küləklər susub, buludlar danışır, indi ancaq yağışlar yağır. Sensiz tənha qalıb küçələr, unudub səni sanki şəhər. Küləklər susub, buludlar danışır, indi ancaq yağışlar yağır.
yağış yağır küçelere durmadan. Seninle ıslanır her taraf her yan. Islanır bizi gören her insan. Islanır yaşlı bir gül satan. Sensiz tenha kalıp küçeler, unutup seni sanki şehir. Külekler susup bulutlar danışır, indi ancak yağışlar yağır. Sensiz tenha kalıp küçeler, unutup seni sanki şehir. Külekler susup bulutlar danışır, indi ancak yağışlar yağır. Təşəkkürlər. Güllər üçün də təşəkkürlər İntiqam müəllim. Çox sağ olun. Bir Centilmen bəy belə əfəndi olar. olaraq, Bəli. bəli, bax xanımlara belə gözəl qızıl güllər təqdim etdi. Xəyalə, yəni bax yeni duetlər varmı? Hər dəfə səni görəndə soruşuram, yoxsa artıq öz ifalarından daha çox Hələ ki sevilməsi? öz ifalarımdan davam edirəm. Könül xanımın hansı mahnısına Mən göz sevdim, qoymusan, bilmiyorum. düzünü Tez-tez zəng gedirsən. Tez-tez zəng gedirsən. Mahnılarından birini çox sevərəkdən ifa eləmişəm. Aha. Bəli, Ayşirinin mahnısını. Aha. Ola bilsin unudum amma icazəsini almışdım. Amma Könül xanım, yox, o da vəfa ilə oranızda. İzah- Məsələn, bir balaca Heç nə də inciklik olmuyor, olmuşdu mu? Qurtdan Heç nə də olmuyor. Yox, mənim yadımdadır. Yox, Çünki hans... sən- Aha. Bir mahnı var idi. Yəni Aha, onun buyurun. sözlərini dəyişib başqa bir mövzuda oxumaq istəyirdim. Hə, İstəmirəm. yox, lazım deyil, Mahnını onda ifa lazım deyil. etmək istəyirdin, Yox, alınmadı. mənim mahnıya. Deməli mahnını İranlılardan eşitdim, aparıb verdim aranjmana. Aranjman eləyəndə mənə belə bu ətrafım deyir Şazam kimisə bütün mahnıları bilirəm hansından götürülüb. Dedim İsmail bu Könül xanımın mahnısıdır. Dedi yox ola bilməz. Bax bu şurdur. Tak şeylər akkordlar vurdum. Mənim açığı musiqi savadım yoxdur amma mənim eşitməm çox yaxşıdır. Dedim odur. Dedi ki yox akkordlara bax bu şurdur. Amma bənzərlik var. Mən də ona görə efirdə rahatlıqla deyirəm ki, yox bu segah deyil, bu şurdur. Amma bənzərlik yəni bir mənalı olaraq var idi. Sadəcə olaraq Könül xanım demədi ki, vəfa əslində bu mahnı başlayanda şur siz bəstələmisiniz, sonradan Hansı mahnı idi Könül xanım? Cabbar müəllimin bəstəsi Yox, idi. öz mahnım idi. Ben yazıram onu hərdən belə. Amma gözəl Yaz dönüm. O mahnını kim sevmir ki? Mən də O mahnını bilməyən var mı? Sadəcə Sən sözləri ifa etmişsən dəyişmişdilər. deyə Biraz sözlər də dəyişmişdi. Başqa elə bir ki mahnının başqa ünvana yönəlmişdi. Mən də dedim vəfa sənə qurbandır. Hansı mahnını Bilirəm, istəsən, bəli. bax ürəklə deyirəm burdan da, yəni olduğu kimi. Amma o mənim elə bir ki mənim o necə deyim pasportumdur. Özümün ilk məni tamaşaçıya sevdirən mahnımdır. Elə bir o elə şeylər mahnılar var ki istəmirəm də toxunulsun. Ona görə onun başqa sözlə, biraz başqalarla dəyişmək artıq biraz pisimə gəlir. Hə, düzgün alınmır. Bəlkə də sıradan bir mahnı olsaydı heç valla fərqinə varmayacaqdım. Deyəcəkdim vəfa get neyləsən elə. Nə tərbiyyəsin elə. Hə, valla nə tərbiyyəsən elə. Amma yenə deyim ki, vəfa olduğu kimi qurbandır sənə. Götür oxu, bax, yenə deyirəm. Amma hə, o mahnıya toxunmayaq belə. O da sağ olsun dedi. Başa düşdüm və salam. Yəni musiqilər də biraz səhv yönəldi. Heç mənim mahnım olmasa belə, mən yenə də ona məsləhət görərdim ki, belə eləməsin. Eləmə. Amma əslində musiqi elə onu deyəcəkdim ki, musiqiçilər də səhv yönəltmir. Onlar yox, İranlılar onu fərqli dəyişmişdilər biraz. Musiqiçiyə də göstərən odur ki, hə bu şurdur, bu segahdır. Onu düz deyirlər. İranlı oxuduğu artıq o dəyişilmiş versiyası idi. Hə, ancaq şura tərəf yönəldi. Əsas odur ki, onunla qoydu. Bir mahnıdan ötəri mən heç vaxt Könül xanımın xətrini dünyalar qədər Məni sevirəm. başa düşdü, canımsan, çox sağ ol. Mən də onu başa düşdüm. Yenə də deyirəm, Ləvəfaya da, qızlarımıza, Rəvaniyə də, Xəyalə də. Mən həqiqətən
xoşlanıram əslində. Nəyi pisdir ki? Elə hamı sənətə gələndə, sənətdən gedəndə mənim mahnım oxusun. Hə. Oxusun. Neyim? Vallahi gözəldir, amma bunu qəşəngdir. Gözəl təqdim etmək lazımdır. Olduğu kimi. Xeyli, sən ifanla davam edək. Bir zaman qoynunda bir pər gördüm, adaqlar, qoca dağlar. Bəxtimdə parlayan ülkər gördüm, adaqlar, qoca dağlar. Bəxtimdə parlayan ülkər gördüm, adaqlar, qoca dağlar. Əzizim tərsə məni, tərsə məni, tərsə məni. Yar salıb tərsə məni, tərsə məni, tərsə məni. O qədər cavr eləyib, cavr eləyib, cavr eləyib. Tanımaz görsə məni, görsə məni, görsə məni. Adaqlar, qoca dağlar, adaqlar, qoca dağlar. Adaqlar, qoca dağlar, adaqlar, qoca dağlar. Yine gördüm seni yar yada düştü, adağlar, koca dağlar. Ürək dövreyləyib can oda düştü, adağlar, koca dağlar. Ürək dövreyləyib can oda düştü, adağlar, koca dağlar. Əzizim tərsə məni, tərsə məni, tərsə məni. Yar salıb tərsə məni, tərsə məni, tərsə məni. O qədər cavr eləyib, cavr eləyib, cavr eləyib. Tanımaz görsə məni, görsə məni, görsə məni. Adaqlar, qoca dağlar, adaqlar, qoca dağlar. Adaqlar, qoca dağlar, adaqlar, qoca dağlar. Əzizim tərsə məni, tərsə məni, tərsə məni. Yar salıb tərsə məni, tərsə məni, tərsə məni. O qədər cavr eləyib, cavr eləyib, cavr eləyib. Tanımaz görsə məni, görsə məni, görsə məni. Adaqlar, qoca dağlar, adaqlar, qoca dağlar. Adaqlar, qoca dağlar, adaqlar, qoca dağlar. Adaqlar, qoca dağlar, adaqlar, qoca dağlar. Sağ olun, təşəkkür edirəm. Məhəmməd desən, Onun çağa gəl, gedim gətirim mən onu. Mənim ağır oğlum. Aha, ağır oğlum, maşallah, Allah saxlasın. Biraz da utancaqdır. Və çox Hiç ağıllıdır. sevmirlər çəkilişləri mənim uşaqlarım. Amma Məryəm çox sevir, mən onu deyim. O da balacılıq sevir. Məryəm çox sevir çəkilişi. Xalası birazdan gələcək hamıya, amma hələ yox. Bizimkilər də belə olur. Belədilər. Efiri sevmirlər. Təzən yuxudan durub birazdan düzələcək. Aha, Allah saxlasın. Allah Təşəkkür edirəm. Çox sağ sağlam olun. versin. Vallahi Firavan elə hər versin. zaman gözəl günlərə gələk Vəfa. Doğrudan da çox xoş oldu. Toyuna gələk inşallah. İntiqam müəllim var olun, böyüklükdən əski olmayın. Sağ olun. Könül xanım hər zaman var olun. Doğmamız, əzizimiz, bizim dəyərlimiz.
xəyaləmiz, gözəlimiz, sağ ol, dostluqdan əski olmayasınız, mənim gözəl rəvanəm. Həqiqətən də o birlik olanda, insanların bir-birinə qarşılıqlı hörməti olanda da bu da çox gözəldir. Mehribanlıq ən gözəldir. Elə deyilmi Könül xanım? Mənim də hər zaman sənət insanlarına, yəni məni tanıyan insanlar bilir ki, bir saf niyyətim var, sevgi, sülh, əmin-amanlıq və əsas o da birlik olsun. Elə deyilmi İntiqam müəllim? Mehribanlıq olarsa dünyamız da gözəl olar. Amma sonunda tufanla oynayaq, yoxsa oynamayaq? Oynayaq da nə olar ki? Bir gah yağışlar yağır, gah tufan qopur. Tufan olsun. Tufan olsun. Qəşəng olsun bəli. Sonunda gözəl duetlə sağollaşırıq. Deniz küləklə oynadı, ərşi fələklə oynadı, yaşıl çəməndə dalğalar, dümağ çiçəklər oynadı. Deniz o mavi gözlü kız coştu tufanla oynadı, yürekle canla oynadı, coştu içinden kaynadı. Sen de tufanla oynama, sen de tufanla oynama, deniz kimi coşma gülüm ay yürü, coşup içinden kaynama, coşup içinden kaynama, çok değil bizim ömrün illeri. Sen de tufanla oynama, sen de tufanla oynama, deniz kimi coşma gülüm ay gülüm, coşup içinden kaynama, coşup içinden kaynama, çok değil bizim ömrün illeri. Bu eşki sürdü birce gün, bir gün oldu bu toy düğün. Çekildi gitti dalgalar, denizde sustu büsbütün. Deniz o mavi gözlü kız coştu tufanla oynadı, yürekle canla oynadı, Coştu içinden kaynadı. Sen de tufanla oynama, sen de tufanla oynama, deniz kimi coşma gülüm ay gülüm, coşup içinden kaynama, coşup içinden kaynama, çok değil bizim ömrün illeri. Sen de tufanla oynama, sen de tufanla oynama, deniz kimi coşma gülüm ay gülüm, coşup içinden kaynama, coşup içinden kaynama, çok değil bizim ömrün illeri, çok değil bizim ömrün illeri, çok değil bizim ömrün illeri.